Zəngin floraya malik Kəlbəcər rayonu Azərbaycanın arıçılıq sahəsində qədim və dəyərli ənənələrini yaşadan bölgələrindəndir. Füsunkar təbiəti, əlverişli iqlimi, zəngin bitki örtüyü burada arıçılığın inkişafını şərtləndirir. Bu torpaqlarda arıçılıq sadəcə bir peşə deyil, nəsildən nəsilə ötürülən həyat tərzidir. İşğaldan azad olunan rayonda qədim təsərrüfat sahəsi yenidən dirçəlir, arıçılar doğma yaylaqlara qayıdaraq Kəlbəcər balının şöhrətini bərpa edirlər. 2021-ci ildən başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə arıçılıq təsərrüfatları hər il zəngin Kəlbəcər yaylaqlarına köçürülür. Uzun illərdir arıçılıqla məşğul olan Nizami Cəlalov da doğma yaylaqlara qayıdan arıçılardandır. Kəlbəcər işğal olunmamışdan da qabaq arıçılıqla məşğul olmuşam. Günü bugün də arıçılıqla məşğul oluram. Allah prezidentimizi var eləsin, Allah prezidentimizi qorusun, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Kəlbəcərin də balı, bunu mən sizə izah eləyim, dünyada bir nömrəli ballardan biridir. Azərbaycanda 600 bal verən bitki var, onun 519-u Kəlbəcərdədir. Kəlbəcərin Qılınclı kəndindən olan digər arıçı İsmət Quliyev də dədə-baba peşəsini doğma kəndində davam etdirməyin qürurunu yaşayır. Allah şəhidlərimizə rəhmət eləsin, Allah qazilərimizə can sağlığı versin, Allah prezidentimizin ömrünü uzun eləsin. Onların sayəsində gəldik yenə torpaqlarımıza. 2021-ci ildən elə burada arıçılıqla məşğulam. İstəyirikdə ki, məhsulumuz da təmiz olsun, yəni tək Azərbaycanda yox, istəyirik elə Kəlbəcərin olan bu arıçılıq məhsulu xaricə də çıxsın, xarici dövlətlərdə tanınsın. İllər sonra Kəlbəcər yaylaqlarına qayıdan arıçılar burada həm ata-baba ənənəsini davam etdirir, həm də rayonun təbii imkanlarından istifadə edərək keyfiyyətli məhsul istehsal edirlər. Dövlətin arıçılığın inkişafına göstərdiyi diqqət və yaradılan əlverişli şərait bu sahənin daha da genişlənməsinə, Kəlbəcər balının isə gələcəkdə həm daxili, həm də xarici bazarlarda tanıdılmasına imkan yaradır.